mövzumuz 7-ci sinif 2-ci xarici dil olanlar üçün kiçik summativ qiymətləndirmə 3. Deməli, uşaqlar deyir ki, verilmiş feilləri keçmiş zamanda işlədin. İngilis dilində bilirsiniz ki, feillər iki cür olur keçmiş zamanda işlənməsinə görə. Qaydalı feillər və qaydasız feillər. Qaydalı feillərin sonuna idi artırmaqla düzəldirik. Qaydasız feillər isə kökündən dəyişir. Bu feilləri ancaq əzbərləməklə bilə bilərik. Yazırıq went, go keçmişdə went. Do keçmişdə did. Have keçmişdə had. Make keçmişdə made. Deyir ki, uyğunlaşdırın. Kate wanted to turn on the TV. TV-ni yandırmaq istəyirdi, yəni işə salmaq istəyirdi. Remote control, yəni pult, uzaqdan idarə. The room was too hot. Otaq çox isti idi. Hava, yəni kondisioner ümumiyyətlə. Nelson listened to music. Qulaqcıq. Necə məntiqli bir sual oldu bu. Cümlələri inkarda işlədin. Uşaqlar, deməli, keçmiş zaman işlədilib. Keçmiş sadə zamanın inkarını düzəltmək üçün mübtədadan sonra uşaqlar bir dənə did not əlavə eləyirsiniz. Feili də özünün birinci formasına salırsınız və cümlə hazırdır. Yazırıq. They did not və ya didn't go to the birthday party. There was a car in the garage. Deməli, was-dan sonra bir dənə not artırıq. There was not a car in the garage. Garage-da deyirlər. Garage-da deyirlər. There were a lot of people in the meeting yesterday. They were, burada bir dənə not əlavə eləyəcəyik. They were not. There were not a lot of people in the meeting yesterday. Ben öyle yazılır. In the meeting. Uşaqlar davamını özünüzcə yaza bilərsiniz. Yesterday. My grandpa liked. Deməli, keçmiş sadə zamandır. İşlədəcəyik my. Yenə did not. Grandpa did not və ya didn't like. Like-dakı görürsünüz, bu d düşəcək. All her presents. Kimin hədiyyələrini bəyənməyib ki? All hansısa qızın hədiyyələrini bəyənməyib. Niyə? Bəli. Uyğunlaşdıraq. Buy. Almaq. Pulla satın almaq. Excited. Həyəcanlı. Naughty, dəcəl. They, onlar. Classmate, sinif yoldaşı. Düzgün sözü seçin deyir. Tomorrow she has a difficult exam. Sabah onun çətin imtahanı var. So she feels happy, nervous. İmtahanı varsa həyəcanlı. Uşaqlar, iki cür həyəcan var da. Biri pis həyəcandır, biri yaxşı həyəcan. Pis həyəcan var, budur, nervous. Yaxşı həyəcan budur. Məsələn, ad günüm gəlir deyirəm və həyəcanlıyam. Burada excited olacaq. Sevdiyim adam qonaq gələcək. Burada həyəcanlıyam olacaq excited. Amma
imtahan yaxınlaşır, nə bilim, nəsə xoşuna gəlməyən bir şey olur, oradakı həyəcan olur, nervous. Yəni nervous sözü əsəbi demək deyil. He is because he has got a message from a star. Bir ulduzdan mesaj alıb deyə o təəccüblənib, kədərlənməyib. I need a new book. Yeni kitaba ihtiyacım varsa, I am planning to go shopping this afternoon. Alışverişə gedəcəm. Get up yuxudan oyanmaq deməkdir. I always clean the floor with a... Deyir, mən həmişə döşəməni vacuum cleanerlə təmizləyirəm. Yəni, tosorandır bu. Floor cleaner, belə bir söz, birləşmə yoxdur. Choose a correct variant, düzgün variant. Put the dirty clothes into the... Bulaşıqları deyir, çirkli paltarları. Dishwasher qabıyan maşındır, bu deyil. Washing machine qabıyan maşındır, bəli. Fridge isə soyuducudur, bu deyil. Düzgün variant. Hər səhər neynirəm? Yeyirəm 2 dənə yumurta. Burada have də olar, uşaqlar. Burada özləri səhvə yol veriblər. Have-in qida qəbul etmək mənası var, yemək mənası var, yemək, içmək. Ona görə burada bu olar. Özləri səhvə yol verdiyinə görə burada siz amma iti götürün, prosta ki, amma bu da düzgün variantda have. Burada başqa fe'l versəydi daha yaxşı. Məsələn, drink versəydi daha yaxşı olardı. Və English sözünün düzgün mənası əsəbi, ingilis dilinə çevir, onları tamamlıq, obyekti vəzi, yəni zəm. Birthday party sözünün deməli mənası ad günü şənliyi, bəli. Happy birthday party olsaydı ad günü mübarək olardı və bu qədər uşaqlar. Videonu bəyənin, kanala abunə olun, paylaşın ki, daha çox izlənsin. Sağ olun.